Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Tanınmış Aşıq Mübariz Camaloğlu Günə Uğurla verilişində səsləndirdiyi fikirlərlə gündəm olub. Milli Az xəbər verir ki, sənətçi proqramda bəzi müğənnilər haqqında açıq və tənqidi fikirlər səsləndirib. Kəmalə Günəşlini 10 il qabaq klipimə çəkmişdim. O zaman 100 manata gedirdi. İndi tanınıb, böyüyüb. Qohumumun toyuna dəvət etmişdim, gəlmədi. Bədən şəkilləndirmə ilə yadda qalıb, tanınıb. Halbuki mən həmişə onun tərəfini saxlamışam. Aşıq Mübariz həmçinin müğənni Pünhan Piriyev barədə də danışıb. Pünhan qalmaqalla yadda qalıb, bu isə kişiyə yaraşmır. Sənətçinin bu sözləri verilişdən sonra sosial şəbəkələrdə böyük müzakirələrlə səbəb olub. Bəzi izləyicilər onun açıq danışığını cəsarət kimi dəyərləndirib, digərləri isə həmkarlarını efirdə tənqid etməsini doğru saymayıb. Qeyd edək ki, Aşıq Mübariz Camaloğlu son zamanlar televiziyaya çıxışlarında sənət aləminin müxtəlif mövzularına münasibəti ilə tez-tez diqqət mərkəzinə düşür.